Değerli izleyiciler, burada belə sual verilir ki, Şah II. Abbas və Şah Süleymana aid olan uyğunluğu müəyyən edin. Səfəvi dövlətinin sosial-iqtisadi inkişafını təmin üçün tədbirlərin görülməsi A. Uyğundur. Dövlətin paytaxtın İsfahan şəhərinə köçürülməsi Şah I. Abbasa aiddir. Kitab çap işinə xüsusi diqqət yetirilməsi. Bəli, belə bir kitab çapı üçün müəyyən işinə xüsusi diqqət yetirilməsi. Bunu saxlayırıq çünki o əslində xüsusi diqqət, yəni onun ölümü buna mane olur. Amma istəyirdi ki, kitab çapını Azərbaycana gətirsin. Ona görə bunu götürmürük. Şah Süleyman Osmanlılarla müqavilə bağlamayıb, yanlışdır. Rus tacirlərin ölkə ərazisində gömrükçü ticarət imtiyazlarının verilməsi bəli 1667-ci ilə aiddir. Mərkəzi Ərdəbil olan Azərbaycan Bəylərbəyinin yaradılması. Bu da 1. Abbasa aiddir. Deməli, burada məlum məsələdir ki, birdə B variantı olanlar yanlış olar, birdə B olanları çıxırıq. B olanları çıxırıq. 2-də isə A və C-ni çıxırıq. 2-də A və yaxud C olanları çıxsaq, burada da məlum məsələdir ki, birdə AC, 2-də B alınır. Yəqin ki, kitab çapı işinə xüsusi diqqət yetirib, lakin mümkün olmayıb. Ona görə də bunda götürdüyü diqqətdə. Ona görə də bir də olur AC, 2-də isə B. Deməli, 1-də AC, 2-də B uyğun cavabımız olacaq bizim D variantında. Növbəti sualda qeyd edilir ki, Naxçıvan, Gəncə və Ərdəbil xanlığına aid olan Venn diaqramında xanlıqlara aid olan sualları müəyyən etmək lazımdır. İki hakimiyyəti mövcud olması. Deməli, bu Gəncə xanlığına aiddir. Bir də Şamaxı xanlığına aiddir. A. Gəncə. Qarabağ xanlığının asılı vəziyyətdə olması. Bunlar üçü də Qarabağ xanlığının asılı vəziyyətdə olub. B. Ortaq. Çuxursəd Bəylərbəyin ərazisində yaranıb Naxçıvan. Şahsevən tayfası tərəfindən idarə olunurdu. Ərdəbil. Quba xanlığının asılı vəziyyətə salınmışdı. Quba xanlığının asılı vəziyyətdə salınması. Quba xanlığının asılı vəziyyətdə salınması. Bunlardan hər hansı biri Quba xanlığının asılı vəziyyətdə salınması. Quba xanlığının asılı hala saldığı olsaydı, hər hansı bir xanlığı götürə bilərdik. Amma Quba xanlığının asılı vəziyyətə salınması. Quba xanlığının asılı vəziyyətə salınması deyirsə, Y variantı heç birinə aid olmaz. Deməli olur 1-də C, 2-də A, 1-də burada da baxırıq C, 2-də A. 1-də C, 2-də A, 3-də D, 4-də isə B variantı uyğun cavab olur. Deməli, sualın doğru cavabı D variantında verilmişdir. Diqqətiniz üçün təşəkkür edirik.